Hörmətli tamaşaçılar, dekabrın 25-i səhər Azərbaycan vaxtı ilə saat 7:56-da J28243 nömrəli Bakı-Grozny reysini yerinə yetirən Gusar Embraer E-190 təyyarəsi Bakıdan havaya qalxıb. Grozny hava limanında pis hava şəraitinə görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib. Ekipaj 8:35-də qəza siqnalı verib və idarəetmə sistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49'da pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni birbaşa rejimdə idarə etməyə çalışıblar. Lakin saat 10:28'də təyyarə yerə çırpılıb. Təyyarənin qəza görüntülərində yerə çırpılma zamanı eniş şasilərinin işə salındığı görünür. Təyyarə dik bucaq altında yerə çırpılıb. İlk olaraq sağ qanadı yerə dəyib, sonra çevrilib və partlayış baş verib. Təyyarə iki böyük hissəyə bölünüb. Tezliklə ərazidə yanğın başlayıb. Biz çoxdan köçmüşük əslində. Onda mən uşaq idim. Aleksandr, vəziyyət necədir? Kapitan, her şey yolundadır. Elə ailəmi görməyə gəlmişdim Bakıya. Bəli, 2 dəfə səs gəldi. Təzyiq sıfıra düşür. Bu yaxşı deyil. İdarə etmə ağırlaşıb. Trim cavab vermir. Hökümə xanım, nə baş verir? Cavab gözləyirəm. Arxa hissədə zədə ola bilər. Stabilizator reaksiya vermir. ATC-yə də fövqəladə vəziyyətdir. Fövqəladə vəziyyət elan edirik. İdarə etmə itirilir. Texniki nasazlıq var. Разрешение на посадку не даю. Связь завершена. Təyyarənin Grozny'yə enməsinə icazə vermədilər. Mahaçqalaya yönləndirdilər. Çek bir adam. Mahaçqala da icazə vermədi. Yaxşı. Avtopilot yoxdur. Sürəti itirsək, saxlamayacaq. Hündürlük azalır, təyyarə titrəyir. Aktauya gelirik. Artıq son qərarımdır. Kemerlerini bağlasın. Hörmətli sərnişinlər, təlimatə uyğunla hərəkət edin, hər şey yaxşı olacaq. Allahu Ekber, eşhedü en la ilahe illallah. Deyirəm, təyyarə sola çəkir. Demək olar hamısı sıradan çıxır. Yer rahatlıqla görünür, kapitan. Davam edirik. Axıra qədər.
Bu da son. 62 sərnişin və 5 ekipaj üzvü. Arazın o tayında ayrılıq naləsini çox eşitmişdik. Bu dəfə Xəzərin o tayından gələn ayrılıq xəbəri hamımızı göz yaşına boğacaqdı. Allah duaları eşidir. Hamıdan əvvəl xilas edici mələklər artıq hadisə yerində idi. Və yalnız 26 nəfər xilas ola biləcəkdi. Səma qurbanları, sizi heç vaxt unutmayacağıq. Allah rəhmət eləsin. Bizim əlimizdən gələnsə sizi layiqincə torpağa, sizə mərmi atan qonşumuzu isə Allaha tapşırmaq oldu.